Salam, İri Planda 200-1-dən sizi yenidən salamlayırıq. Bugün qonağımız hər kəsin tanıdığı və sevdiyi, açdığımız hər kanalda, radioda, simasına və səsinə rast gələ bildiyiniz, ölkə olaraq 6-cı günü bizə səbirsizliklə gözlədən, karyerasında yoxdur, PR menecer, CEO, prodüser, aktyorluğunu qırmızı şəraba bənzətdiyim, illər keçdikcə keyfiyyətini artıran, Kino Sənayesi Fondu İctimai Birliyinin sədr müavini Azər Aydəmir. Xoş gəlmisiniz. Hoş geldiniz olsun. Böyle güzel təqdimat açığı olmamışdır. Zəmiyyət kimi yayıldı. Teşekkür. Çok sağ olun. Bizə çox xoşdur sizi görmək burada Azər bəy. Elnarə xanım təqdim elədi sizi. Və siz özünüzü necə təqdim edirsiniz? Azər Aydəmir əslində kimdir? Bəsit olmasın deyə aktyor, senarist artıq bilirlər. Azərbaycan kinosu üçün audiovizual hər hansı bir maraqlı kontenti üçün əlindən gələni eləməyə çalışan, eləyən bir adam. Azər bəy, bir balaca keçmişə qayıtsaq, uşaqlıq dönəminizə. Necə bir uşaq olmusunuz? Kifayət qədər düşünürəm ki, normal uşaq olmuşam. Yeganə anormallığım ondan ibarət idi ki, normalda bütün uşaqlar 6-16 yaş aralıqlarında gününün əksər vaxtını həyatda keçirər. Öz həmyaşıdlarıyla, dostlarıyla. Mən də keçirirdim, amma çox az bir vaxtı. Geri qalan vaxtı isə video magnitofonların çıxan dövründə onlarla müxtəlif filmlərin baxışı ilə keçirmişəm öz uşaqlığımı. Və görünür ki, kinoya sevgi məhz bu uşaq Azərin maraqlarından doğan bir figura çevrilmişəm. Uşaqlığımı yenə deyirəm, daha çox televiziya ilə keçirmişəm, ekranla keçirmişəm. Uşaqlığımı elə xatırlayıram. Azər bəy, bəs sənətə gəlişiniz, belə deyək, bilirəm ki, aktyorluqdan öncə, ümumiyyətlə bu sahəyə gəlməmişdən öncə biznes sahəsində çalışmısınız, çox yəni bildiyimiz qədərilə. İstəyərdim bu haqda biraz məlumat verəsiniz və necə oldu ki, aktyor olmaq qərarına gəldiniz, yəni bu sahəyə ümumiyyətlə? Bəli, sahəm tamamilə başqa idi. Mən bu haqda danışmışam, bəzi danışmadığım detalları xatırlayaraq onu deyim ki, tamamilə fərqli sahələrdə çalışmışam. Günlərin bir günü uşaqlıq arzumun ardınca getmişəm. Elə bir günün içərisində demək olar ki, sahəmi, fəaliyyətimi, ətrafımı, maraqlarımı dəyişdirmişəm. Düşünürəm ki, gec yaşda başlamamışam. Bu 2009-cu il idi. Mənim 24-25 yaşım var idi. Və dedim ki, sıfırdan mən aktyorluq fəaliyyətinə başlayacağım. Bunun üçün nə lazımdır? Kinodan söhbət gedirsə sözsüz ki, kastinqlər, tanışlıqlar, ümumiyyətlə bu mətbəxi yaxından öyrənmək çabaları və yavaş-yavaş başladım bu sahə ilə tanış olmağa. İndiki dost həmkarlarımı tanımağa, ümumiyyətlə kino sahəsinin hansı durumda olduğunu analiz etməyə. Və o illərdə artıq hiss elədim ki, düzdür, az film çəkilsə də, ümumiyyətlə o vaxt serial heç yox idi. Amma düşünürdüm ki, bu boyda ölkə üçün bu sahə boş qala bilməz və bunun bir gələcəyi var. Və kliplər, reklamlar, balaca rollar, epizod rollar və yavaş-yavaş kinoya daxil oldum. Bəlkə ilk qatıldığınız, belə deyək də, kasting necə oldu sizin üçün? İndi danışdınız, mənə o maraqlı gəldi. Çox güman ki, Fuad Əlişovla Aqil Emquliyevin və rəhmətli Şahin Zəkizadənin kastingləri idi. Mən bu sahəyə gəldiyim illərdə bu 3 nəfər kifayət qədər aktiv
rejissorları idi. Film çəkmək dənəmələri də var idi, amma xüsusilə o illər bilirsiniz reklam Daha bazarının və çox kliplər, klip reklamlar bazarının inkişaf etdiyi vaxtlar idi. Və onların vasitəsilə ilk olaraq təbii ki klip bazarına düşdüm və ilk dəfə yadımdadır. Müğənnimiz, mənim sevimli müğənnimdir indiyənə kimi də. Xumar Qədimovanın Böyle Ayrılık Olmaz klipində onun sevgilisini oynadı. Bax, bu sizin üçün yeni bir məlumat olacaq. Onu da ilk dəfə sizdə deyirəm. Deməli, bu təklif mənə gəlib, əlim ayağım əsir. Səhərsi gün çəkilişdi, bəli. Deməli, rejissoru da 2 nəfərdir. Fuad Əlişovdur və Qurban müəllimdir. İndi ATV-nin prodüseridir, familiyası təəssüf ki, yadımdan çıxıb. Bizim cənab prezidentə maksimum oxşar bir Qurban müəllim Bildi Sündür. O seçilən filmində də prezidentimizə oynayan aktyor. O da rejissordur, ikisi rejissordur. Səhərsi gün klip çəkilişidir. Axşamı həyəcandan yata bilmir. Necəsə oldusa bir obyektlərin birində oturmuşuq. Cavan uşaqlarıq, birdən-birə davaya düşdük. Davaya düşdük, biz vururuq, bizi vururlar. Mənim vurdular, üzümü partlatdılar. Burnumu, gözümün biri açılmır. Səhər saat 8-də motordur. Siz təsəvvür eləyə bilməzsiniz ki, rol üçün çaba göstərən, ilk dəfə onu kadr qarşısına çıxan insan üçün bu nə deməkdir? Bu şans da sənə verilib. Heç səhər tezdən getdim o üzlə çəkiliş meydançasına. O vaxt Fuada andaman eləyirəm ki, məni bir təhər çəkir. Qardaş, sən bizi dala salmısan, bir. Biz indi aktyor tapmalıyıq. İkincisi, mən səni bu halda necə çəkim? Senaryoda dəyişiklik ola bilər. Mən də deyirəm ki, bilmirəm də bir necəsə mən axı hazırlaşmışam, mən istəyirəm. Bütün dostlarıma da yaymışam ki, mən bu klipdə çəkiləcəm. Xumar xanımın bacısı var idi, indi də var. Səhv eləmirəmsə prodüseridir. Elə bir suyu Xumar xanıma oxşuyur. Birdən o mənim cavan, gənc uşağın çabasını, istəyini görüb, birdən dedim, mənim ideyam var Fuad. Gəl bu oğlanı çəkək, amma boyundan, qulağından, əlindən, qolundan bəs Xumarla sevgili obrazını oynasın. Mediaya da yalandan deyərik ki, ilk dəfə olaraq Xumar xanımın klipində həqiqi sevgilisi oynayıb. Nə gözəl ideya. Ona görə də o da xahiş edib ki, onun Mən dedim də, senaryoda dəyişiklik edib. Ona görə də o da xahiş edib ki, onun üzünü göstərməsin. Bu sousla Fuadın da xoşuna gəldi bu ideya. Və o klipdə çəkildi. Biz o klipə bir 15 ildir baxmamışam, amma yəqin ki, YouTube-da hardasa var. Bizə də maraqlı gəldi. Böyle ayrılık olmaz mahnısıdır. Belə ilk təcrübəm kliplə. Nə maraqlı. Çox vaxt deyirlər ki, aktyor təhsili olmayan, bu sənətin təhsilini almayan, yəni sizdə də təhsiliniz incəsənət sahəsində deyil. Bu nə çətinliklər yaratdı? Onu deyim ki, hal-hazırda artıq təhsil alıram. Bu sahədə təhsil alıram. İkinci təhsilim olacaq və bu, daha doğrusu natamam təhsilimin davamı olaraq sahəm üzrə təhsilim olacaq. Bu üzərində indi işlər gedir. Mənə elə gəlir ki, xarici təcrübə, xaricdə planlaşdırılan bir belə deyək, əməkdaşlıqdır, təhsil sistemidir, hansı ki, mənə niyə də yox, öyrənmək heç vaxt gec deyil. Öyrənmək hər zaman lazım. Amma sizin sualınızın mərzinə gələrək mane olurmu bir-birinə onu dediniz? Qətiyyən yox. Çünki hər bir insan övladı yaradıcıdır. Təbii ki. O içəridə bir şifrələnmiş bir kod olaraq qalır. Sadəcə həyat təcrübəsi, həyatda yaşananlar ya o şifrəni açır və sənə kim olduğunu başa salır, ona başqa üsulla özünü tanı, bədənini tanı, ruhunu tanı da deyirlər. Məncə bu talant açılışıdır, istedad açılışıdır. Bəzi də insanlarda da təəssüflər olsun ki, o şifrə açılmır və beləcə həyatını davam edir. Fərqində də olmurlar.
Fərqində də olmurlar çox vaxt. Bəli. Bəs Azər bəy, digər aktyorlar tərəfindən daha yaşlı nəsil, daha orta yaşlı nəsildə bu sizdə bir əngəl yaradırdımı onların sizə münasibətindəki təhsilsiz aktyorun gəlib daha yaxşı rolları oynaması falan bu kimi şeylər? Yeni hə, təbii ki, təzə olurdu. Çünki kiməsə tərəf müqabili olurdum. Və bu anlaşılandı. Yaşlı nəslin skeptik yanaşması. Çünki müəyyən dövr keçəndən sonra mənim də bir filmoqrafiyamda 5-10 film olandan sonra yadınızdadırsa serial bumu baş verəndə Azərbaycanda orada da telekanalların və yaxud productionların yanaşması biraz çox qeyri-peşəkar idi yadınızdadırsa orada da müəyyəndən pəpəyə olmayan çox adam çəkilirdi. Hətta orada da mən artıq yaşlı nəsli başa düşməyə başladım ki, çünki bu da məndə qıcıq doğururdu müəyyən məsələdə. Təcrübə yaşamalısan ki, sən də. Odur ki, təbii ki, var idi skeptik yanaşmalar və bu normaldır. Sadəcə illər keçdi, biz tərəf müqabilləri olduq. Bir-birimizlə böyük rollar paylaşdıq və qəbullandım. Və bu normaldır, çünki mən 2009-da bu sənətə gələndə tamamilə başqa sahədən, başqa bir mətbəxə, başqa bir insanların evinə gəlmişdim və bu nə qədər də sən istedadlı olsan, nə qədər də səni çəksələr, bununla işləmir. Sən o evdə qəbullanmalısan ilk olaraq. Nə qədər böyük fərq var Azər bəy? Təhsilli aktyorlarla təhsilsiz aktyorlar arasında sizin baxışınız tərəfindən. Bilirsiniz, çox gözəl təhsili olan aktyorlarımız var ki, hansı ki zəifdirlər. Təhsilsiz aktyorumuz var ki, hansı ki güclüdür. Və tərsinə var. Mənə elə gəlir ki, təhsil önəmlidir, amma ekstra vacib deyil. Amma önəmlidir. Olmalıdır. Əks halda mən də təhsilə üst tutmazdım. Mənə elə gəlir ki, əsas ürəkdir. Ürəyin açıq olması, geniş olması, yaxşı adam olmaq mənasında yox. Ümumiyyətlə, ürəyi həm də təcrübə ilə sabitləyəndir. Onda yaxşı aktyor olunur. Məncə insan özündən də asılıdır. Daima öyrənmək həvəsi, özünü inkişaf etdirmək həvəsi. Yəni sizdə bu potensial var, siz bunun fərqindəsiniz və bunun arxasıca gedirsiniz. Yəni var insan ki, özünü ifadədə çətinlik çəkir. Təhsilli olmamaq fərqi deyil. Yəni özünü ifadə etməkdə, özünü təqdim etməkdə çətinlik çəkir, müəyyən bir komplekslərmi var. Düz indi bu sahədə kompleksdən danışmaq mənasızdır, amma yenə də olur. Amma inanın var kompleksdir. Üzdə olan aktyor, aktrisalarımız var ki, və kifayət qədər hiss olunur ki, potensialı böyükdür. Elə bax, biraz da qaz versə, xariqələr yaradar. Amma kər görürsən ki, kompleksi olur. Çox da absurd sayılır ki, yəni sən bu sahədə niyə ki, kompleksin ola bilər? Yəni, insan da deyir ki, yox, mən oynamayayım, sonra mənə deyərlər. Yəni, ictimai qınaqdan qorxan aktyorlarımız var. Sizin üçün məhdudiyyət varmı Azər bəy ümumiyyətlə rol seçimində? Qətiyyən yox. Yetər ki, rolu bəyənməliyəm. Və mən əsərin gələcəyini görürəm. Rolu bəyənə bilərəm təbii. Siz ssenarist kimi yanaşırsınız ona görə. Tək ssenaristlik də deyil. Mən başa düşürəm ki, rol qəşəngdir. Amma mən bilirəm ki, bu məhsul baxılacaqmı, baxılmayacaq. Baxılmayacaqsa sənət eşqi naminə itirilmiş vaxtdır mənə görə. Vaxtımız çox azdır da. Razıyam o fikrinə. Siz daha çox prodüser kimi yanaşırsınız. Bəli, mən feedback, biz bu işi kim üçün eləyirik? Təbii. Xalq üçün, tamaşaçı üçün eləyirik. Mən onlardan geri dönüş almıramsa, o mənə lazım deyil. Ona görə mən indi bilmirəm, bəlkə növbəti suallarınızda var, amma olsa da indidən deyim. Ona görə mən bir növ festival yönümlü layihələrdə iştirak etməyi sevmirəm. Qətiyyən, yəni bu. Yox, qətiyyən deyil. Sözsüz ki, yaxşı qonorar, yaxşı təklif olunsa, biz də istəyərik Parijdə mi, Venesiyada mı bizə əl çalsınlar. Amma o film orada fırlanır, hərlənir o festivallar arasında. Üstündən 5 il keçir, mən oraya zəhmət qoymuşam. Bir dənə də feedback yoxdur, bir dənə də geri dönüş yoxdur. Mənim ürəyim partlayır axı. Mən neyləmişəm 5 il bundan qabaq? Pislik yaxşıdır.
Bunu kim deyəcək, kim Kim dəyərləndirəcək? dəyərləndirəcək? Hardasa bir Jacqueline və yaxud Antoine oturub özü üçün Brüsseldə mənim o filmi çəkən rejissoru əl çalıb, axırda da konyak içəcəklər. Fəlsəfi söhbətlər eləyəcəklər, rejissor da qaydanda. İlla ki, məni aparmamısan bir dərd. Bir də deyəcək ki, qaydanda deyəcəm, necə oldu, necə keçdi, nə dedilər? Yaxşı idi, biz həyati söhbətlər elədik. Amma biz səni ora həyati söhbətlər etməyə göndərməmişik. Film nə oldu? Düz razıyam sizdən. Sadəcə o qədər maraqlı iş olmalıdır ki, söhbət tək festival filmi, kommersiya filmindən də getmir. Mən sizi çox gözəl anlayıram. Yəni o qədər maraqlı hekayə olmalıdır ki, o qədər yəni xarakterdə dolğun olmalıdır ki, həmin sizin ifa edəcəyiniz, etdiyiniz obraz. Ki yəni onun bir əks sədası olsun, bir geri dönüşü olsun. Sən həm əks halda bunu niyə eləyirik axı? Biz də istəyirik ki, hamımız yaxşı bir işdə olaq da. Verilişin yaxşısı, filmin yaxşısı, taksi sürücüsü də taksinin yaxşısını sürmək istəyir. Təbii. Buna görə qoy bizi qınamasalar. Aktyor kimi serial və filmdə ilk başlanğıc Döngələr serialından olub. Belə. Bu təklif ümumiyyətlə necə gəldi? Ya iş prosesi, təcrübə olaraq sizə nələr qazandırdı? Bu reklam, klip deməli və kastinqlərdə mənim şəkillərimin olması, ona görə hərdən mənə müraciət edən insanlara sosial şəbəkələrdə falan deyirlər ki, aktyor olmaq istəyirəm, deyirəm kastinqlərə gedin. Deyir, çoxsu da skeptik yanaşır, şey yox, kastinq. Yəqin tanışdıqdan. Xeyr, elə deyil. Üstündən bu klip reklam dövründən bir 5 il sonra keçdi. İctimai televiziyanın heç həndəvərini tanımırdı. Zəng elədilər oradan ki, biz sizin şəkilləri bizə ötürüblər. Yəni, nəinki mənim, bir neçə adamın yəqin. Bəs belə bir obraz var, Döngələr adında serial çəkirik. Çəkilərsinizmi? Təbii ki, böyük məmnuniyyətlə gəldim. Demək olar ki, dərhal seçildim. Çünki sözüm də siz deyən yox idi. Bir obraz, adım da yox idi. Kürən adında bir obraz idi. Rejissoru Cavid Təvəkkül idi. Bəli. Və yollandıq Qubaya çəkilişlərə. Çox maraqlıdır ki, mənim həmkarım Kəmran Ağabalayev biz eyni ayda, eyni gündə, eyni saatda və eyni dəqiqədə kino fəaliyyətimizə başlamışıq. Çünki o da Döngələrdə elə bil kadr epizodumuz da eyni anda start verdi. Onda hələ o biraz daha ön görən oğlan. Onda hələ müəllim sıx dedi ki, bir yerdə başladıq, yaxşı olaraq. Və Döngələr serialı Cavid Təvəkküllə işlədik. Mənim üçün böyük təcrübə idi təbii ki. Və mən o dövrlərdə artıq yeni Azərbaycan kinolarına baxırdım və sevdiyim ən film o dövrü üçün Əzizim Filini filmi. Zaten o dövrdə Cavid bəyin ictimai kanalda yəni aktiv fəaliyyət dövrü idi. Və gedirik Qubaya, Əzizim Filini və yəni yenə deyirəm, mən bu sahəyə girməmişdən qabaq araşdırırdım nə film. Və Samir Kərimoğlu'nun Sirat Körpüsü filmi idi. O da kifayət qədər səs salan bir film idi. Onları tanıyırdım, gedirəm Qubaya, səhər yemək yeyirik. İlahi, ətrafımda oturub Səmimi Fərhad, Sirat Körpüsündən tanıyıram. Rövşən Ağayev, 40-cı qapı. Rasim Cəfər, Əzizim Filini. Abbas Qəhrəmanov. Onda başa düşdüm ki, lazım yerə düşmüşəm. Burada olmalıyam. Burada olmalıyam. Və bu da indi bilmirəm digər yerlərdə demişəm yoxsa yox. Döngələr filmində Səmimi Fərhadla dostlaşdıq, tanış olduq. Döngələri çəkib Bakıya qayıtdım. Üstündən bir həftə və yaxud bir ay keçdi. Görürəm ki, yenidən rayondan mənə zəng edirlər ki, salam, Xoca filminin ikinci rejissorudur, sizinlə danışam. Yeganə, Özbatır. Abdurrahman. Abdurrahman və indi Özbatır. Yeganə zəngə o ilə dodur. Bəs mən deyir, burada Səmimi Fərhad adında aktyordan oturmuşum. Bizə təcili bir obraz lazımdır. Ağabəyev olar serial. Yox, Xoca filmi. Rəhmətli Yuri Kovalyov obrazı. Səmimi Fərhad dedi ki, Qubada bir oğlanla tanış olmuşam. Döngələr seri. Bəs o yarı-yarı mənim üçün. Bizim kasting edəməyə vaxtımız yoxdur. Sizin ünvanı deyin, dalızca maşın göndərik, gəlin bura, sabah çəkilişdir. Belə bir ayın ərzində mən 3 filmdə çəkildim.
Oradan da paralel Samir Kərimoğlu Mən evə qayıdıram filmini çəkilir. Əslində Mən evə qayıdıram, bu Xoca ilə deməli bu döngələrin ortasına düşmüş bir film idi. O da mənim ilk bədii filmim idi. Cavid Təvəkküllə ilk serialım idi. İlk bədii film isə Mən evə qayıdıram Samir Kərimoğlu'nun filmi. Mən evə qayıdıram filmindən çəkildik, qutardıq, rüqzakımı götürdüm. Bakıya çatdım, mənə zəng gəldi ki, səhər Xocaya gedirsiniz. Yəni, inanın, o elə möhtəşəm bir ay idi ki, hansı aktör yeni başlayırsınız, bir ay ərzində mən Bakıda tapılmadım. Çox gözəl. Və bu 3 layihə çəkildi. Düzdür, təəssüflər olsun. Bu 3 layihədən sonra 3 il sinəmizə döyə-döyə deyirdim ki, mən aktyoram da və görmək. Heç biri də çıxmayıb. Təəssüf ki, belə də olur. 2013-cü ildə başladı bir filmlər çıxmağa. Çəkildiniz və bir müddət efirə getmədiniz. Heç nə getməyib ki, mən də bir yeni kastinglərə gələndə işimi də göstərə bilmirəm ki. Deyirəm 2 filmdə, bir serialda çəkmişim. Deyirəm, qardaş, anı? Deyirəm, Allah bilmirəm, anı. Və onlar çıxandan sonra artıq belə... Özgüvən, artıq portfolyo var. Portfolyo var və yavaş-yavaş hər şey. Azər bəy, təcrübənizdə ümumiyyətlə belə bir nüans olubmu ki, mənə çox maraqlı gəlir. Bəzən xarici layihələrdə, xarici aktyorların müsahibələrində onu görürəm. Tutalım ki, aktyor təyin olunan obraz, xarakter çox kiçik olur, amma aktyorun oyunu tamaşaçı tərəfindən sevildiyinə görə ssenaristlər tərəfindən obraz genişləndirilir və daha çox yer verilir həmin obraza. Olubmu elə bir təcrübəniz? Seriallarda çox olur belə. Daha çox seriallarda olur. Bəli, seriallarda mümkün. Seriallarda olur. Ona xaricilər spin-off deyirlər. Bir obrazla davam etmək. Konkret fakt olmayıb, amma ideyalar olub. Misal üçün, sonuncu Şam yeməyi filmi, qısa filmi Əlixan Rəcəbovla çəkmişdik. Molla obrazı. O həm skandal obraz oldu. Amma həm də Əlixan mənə deyirdi ki, çoxlu təkliflər gəlir, investorlar var idi. Məhz o obrazı davam edək. Digər başqa bir hekayə, layihə. Misal üçün, o bir ideya olaraq qalıb. Məncə yaxşı ideya. Sonra misal üçün Viktoriya filmimiz var, qısa metrajlı. O da kifayət qədər sevilib. Onunla bağlı ümumiyyətlə, yəni təkliflər çoxdur ki, onu bir filmə çevirin və yaxud davam edin. Hərçənd elə bir ideya yoxdur. İstəklər var, amma fakt olaraq olmuyor. İndi əgər yeni Əqrəb mövsümündə spin-off sayılırsa ki, mən tək istintaq aparamsa, onda Əqrəb mövsümünü nümunə gətirmək olur. Ümumiyyətlə, sizi geniş tamaşaçı kütləsinə tanıdan hansı layihəniz oldu? Əqrəb mövsümündən öncəni nəzərdə tuturam. Zaten Əqrəb mövsümü özü kifayət qədər səs saldı. Əqrəb mövsümü bir dönüş nöqtəsidir məncə. Əqrəb mövsümü, bəli, Əqrəb mövsümü əslində aktyor kimi yəqin ki yox, çünki aktyor kimi mənə elə gəlir ki, Əqrəb mövsümünü kimi tanıyırdılar, bəlkə səhvim var. Siz layihəni daha çox həyata keçirmək. Biz ciddi bir iş görə bilərik anlayışını üçün inqilabi bir məqam oldu deyə düşünürəm. Yəni hamının baxacağı bir iş görə bilərik. Amma tanınmışdıq, çətinlik çəkirəm onu deməyə. Məryəm serialı məncə, yox? Daha çox gündəlik serial olduğu üçün bəlkə daha çox izlənir. Məryəm serialı, bəli. Məryəm serialı, mən unutmuşdum, bağışlasınlar məni. Rollar o qədər çoxdur ki. Kifayət qədər istehlakçıya, tamaşaçıya, sadiq tamaşaçıya, yəni televizoru sevən tamaşaçıya. Kino fədailərinə yox. Zaten onlar tanıyırlar azdan çox. Təbii. Amma elə bir kalifiyələrimiz var, indiyənə kimi tanımır. Var. Təəssüflər olsun təbii ki. Təbii ki, təəssüflər olsun. Bəli. Yəqin izləmirlər də yerli film, serial. Söhbət məndən getmir. Ümumiyyətlə izləmirlər və o onların böyük problemi. Məryəm serialı bir mənalı olaraq, amma Əlixanla işbirliyini də Pərdə filmi də kifayət qədər. Pərdə filmində də. Amma film daha çox tanındı. Rol balaca idi. Əlixanla işbirliyimiz də kifayət qədər məni tanıtdı. Əlixanla hərdən zarafat edirik. Heç cür başa düşə bilmirik. Kimdir Aygün Kazımova, kim Namiq Qaraçoğlu?
Çünki razılaşın, çox maraqlı bir, paradoksal bir. Gözəl Yadınızda da tandem yarandı. onların bir tandemi var idi. Heç kim indiyənə kimi deyə bilməz ki, o 2000-lərin əvvəlində düzdür, Aygün xanım xalq Yox, artisti idi. məncə onda. Aygün xanım öndəydi. Namiq Qaraçorlu isə milyonların sevimlisi, Sevimlisi kişisi idi, idi. düzdür. Onlar birləşəndə dəhşət bir partlayış oldu. Heç kim amma indiyənə kimi deyə bilməz. Kim? Kimi? Yəni yumurta birinci oldu, damla yumurta düşdüyə toyuq məsələsi. Biz də Əlixanla heç cür o qərara gələ bilmirik ki, kim kimi məsələsi. Amma Əlixanla iş birliyimiz belə kifayət qədər məncə. O da Uğurludur. rol oynadı. Əqrəb mövsümü sırf sizin başladığınız bir layihə olduğu Hı hı. üçün bu daha çox səs-küy saldı mən elə gəlir. Düzdür, mən Əlixan bəylə olan işbirliyinizi alqışlayıram və çox Yox. bəyənirəm ümumiyyətlə rejissor kimi Əlixanı. Və mənim tanımağımdan Aha. sonra deyirsə, mən razıyam. Məryəm və Əlixanla işbirliklərini. Bu ikisi kimi mənə gəlir ki, geniş Amma kütləyə tanım. bəli, bu ardıcıllıqla gəlsək, Hı hı. pik nöqtəni Əqrəb mövsümünə gətirmək Söz, istəyirəm. təbii ki, söz. Bilirsiniz, Müsahir xanım, mən açıq onu da sizdə etiraf edeyim ki, Əqrəb mövsümündən sonraki tanınmışlıq məni bir növ qəflət yuxusundan oyatdı. Aha. Və bir növ xətrimə dəydi açıq. Bilirsiniz niyə? Əqrəb mövsümündən sonra mən küçədə gedəndə bir mənalı olaraq o baxışları öz üzərimdə hiss edirdim. Və təəccüblənirdim ki, çünki öz aləmimdə Siz artıq tanınmışsınız. mən elə gəlirdi ki, mən artıq tanıyırlar bu Əqrəb mövsümü ya var ya yoxdur, nə fərqi var? Və o bir növ mənə ayıltdı ki, yox, mən görünür ki, Yox, belə deyək də, Əqrəb mövsümü sonra Alatava da oldu axı arada. Bəli, Alatava da oldu. Amma mən elə gəlir ki, ən birinci Əqrəb mövsümü idi. Üstəgəl orada aktyor seçimi də çox möhtəşəm idi. Yəni ümumiyyətlə istənilən orada ən belə kiçik rolu belə götürsək, aktyor seçimi çox möhtəşəm idi. Və o Razıyam. tandemin özü bütün Razıyam. hamısı biri-birini tamamladı və ilk olduğuna görə detektiv janrında səhv etmirəmsə ilk serialımız olub. İlk Düzdürmü? serialımızdır belə. Ya ona görə Yəni serial detektiv janrı yox idi da Detektiv orada. deyildi. Yox, bilməzdim ilk serialımızda səhv edə bilərik. Var belə. Detektiv Bəyaz janrında. həyatdır, detektiv Nisbətən janrı. detektiv vardı, Amma bəli. sırf detektiv janrı olaraq bəlkə hə. Sadəcə bu boşluğu, bir müddət bu yaranan boşluğu, keyfiyyətli serial görmək, belə deyək də. Mən yalan tamaşaçının deməyəcəm. istəyini İlk Əqrəb mövsümü tamamladı. İlk dəfə uzun bir müddətdən sonra, Uzun bəli. müddətdən sonra bizim yerli seriallara baxmaq səbəbim Əqrəb mövsümü olub. Edərəm xanım, mən sizin səmiyyətinizə zərrə qədər də şübhəm yoxdur və bu sözü bir çox insanlardan eşitmişəm. Mənə baxın, gəlin məsləhətdə şeydə maraqlı gəlir. Bəs yaxşı, Əqrəb mövsümündən qabaq ilk seriala vadar edib insanlara baxmaq. Yenə deyirəm, yüzlərlə belə etiraflarda eşitmişəm və hər kəsə təşəkkür edirəm. Bəs bu serial bumu, cənab prezident bütçə ayırmışdı serialların inkişafına və böyük serial bumu var idi. Vicdan haqqılar, Pərvanələrin əksləri, Atavuca. Xəzər Onlara kim TV-nin baxırdı o bir zaman? çox, yox, Xəzər TV-nin serialları hər zaman izlənir. Çox maraqlıdır, onlara kim baxırdı? Mən izləməmişəm, Sadəcə yalan olaraq deyə janr bilməyəcəm. fərqi var. Bəlkə də ola bilər. Stilistika fərqi var. Çox güman ki. Çəkiliş, yəni sırf detektiv janrının tələblərinə uyğun stilistika ilə çəkilib Əqrəb mövsümü, operator işindən tutmuş, rəssam işindən, musiqisi məni ümumiyyətlə valeh eləyir. Çox gözəldir. Çox, yəni düşünülüb, planlı şəkildə məncə buna getmisiniz. Düzdür, Azərbaycan dilində olmasa da belə də, yəni deyək, fon musiqisi. Konseptual layihə. Bəli, konseptualdır. Həm fon musiqisidir, həm də bütün hadisə xəttini o qədər belə içindədir ki, o musiqi. Yəni çox harmonikdir. Onu demək istəyirəm. Yəni mən musiqi vacib şərtdir filmdə, serialda. Məni o tutursa mən baxıram həmin filmə və yaxud seriala. Həqiqətən, yəni bunu Bəli, gözəl. tutmayanda qəribə bir yəni alır aparır. Yəni uğurludur. İnşallah belə seriallarımızın sayı çox olar. Aha, İnşallah. Və film formatında, yenə də deyirəm, detektiv janrında operatorun işi belə arxadan, arxa planlardan çəkilir. Yəni az çox anladığım, bildiyim qədərilə görürəm ki, yəni o formatdadır deyə, o stilistikadadır deyə çox uğurlu işdir. Hər tərəfli uğurlu işdir. Və Elnarə xanım qeyd elədiyi kimi kasting, aktyor seçimi. Bilmirəm, burada sizin də rolunuz nə dərəcədə var, Emil Quliyevlə
məsləhətləşmisinizmi aktyor seçimində? Amma Sözsüz ki, aktyor seçiminin ümumi tamamı cavabdehi və məsuliyyəti rejissorun üzərindədir. Emil Quliyevin üzərində. Məsəl üçün, birinci mövsümdən söhbət edərkən sırf iki obrazı mən yazanda artıq çox bilirdim deyəndə yenə deyirəm, nə qədər bir ssenarist, showrunner olsaq da, yəni layihə rəhbəri olsaq da, rejissorun sözü sonuncudur. Amma mən çox israrla Kənan Orucov obrazına Hikmət Rəhimovu, Elnur obrazına isə Əli Əlizadəni. Bəli, onun olmasını istəyirdim. Hərçənd heç biri ilə də həyatda tanış deyildim. Hikmət bəylə tanışdıq sonra. Sonradan, mən Əqrəb mövsümünü yazmağa başlayanda Hikmətlə tanış deyildik. Amma çox istəyirdim ki, onlar oynasın. Hikmətin ən sevdiyim, hardan tanımışdım, Xoşbəxt Yusifzadə haqqında bədii sənədli film var idi. Hansı telekanallarımızdan biri çəkmişdi. Orada Hikmət Xoşbəxt Yusifzadəni oynayırdı. Bizim görkəmli neftçimizi, Allah rəhmət eləsin. Əlini isə Coca-Cola'nın reklamında görmüşüm. Sadəcə tonqalın üstündən hoppanır, gəlir, kolanı götürür və... Dediniz Elnur budur. Azər bəy, Rauf obrazını oynamasaydınız Əqrəb mövsümündə, hansı xarakteri canlandırmaq istəyərdiniz? Sırf o serialda. Bəli, sırf o serialda. Bu serialın alınması üçün ümumiyyətlə belə bir ideya var idi ki, bizim daha bir rejissor olmalıydı, bu serialı çəkməli. Uzun illər öncə. Adını çəkməyəcəm. Yəni bu layihə lap əvvəllər başqa adamda. O insan mənim obrazımla bir o qədər də isti yanaşmırdı ki, mən oynayayım o obrazı. O da mənə digər obrazı təklif edirdi. Mən hətta dedim ki, bu serial tək alınsın, mən ümumiyyətlə oynamaram. Ssenari müəllifi, layihə rəhbəri olmaq kifayət edir. Amma başqa, nə bilim, ağlıma gəlmir. Elə Raufdur ki, Rauf. Atamın adını da qoymuşam o obraza. Həmən onu da araşdıranda sizin haqqınızda göründü. Bəlkə əsərdəki orijinal addır, yoxsa dəyişmisiniz? Əsərdə, əgər birinci mövsümdən söhbət edir, o Əqrəb kitabında yarım səhifəlik Rauf haqqında bir keçid var. Kitabda Rauf obrazı yoxdur. Yarım səhifə var ki, Kənan Orucov orada xəfiyyəni oynayır. Xəfiyyədir, yəni. Prokurorluq əməkdaşı deyil. Sadəcə hansısa bir məlumatı almaq üçün prokurorluğa müraciət edir və onu Rauf Eyvazov adında bir müstəntiq qarşılayır, arxivə aparır, nəsə göstərir və onunla sağollaşır. Bu qədər bir obraz var idi və mənim də atamın adı Rauf'da, o da müstəntiq olub, düzdür, polisdə və nəsə bu obrazı genişləndirəndə elə həmin o kitabdan Rauf Eyvazov Nə gözəl. götürür və belə. Onun üçün sizə bu rol daha da olmadı. Doğmadı, bəli, təbii ki. Azər bəy, bəs növbəti mövsümlərdə, belə deyək də, sezonlarda düşünürsünüzmü ki, bunu davam eləmək bu layihəni? Əqrəb mövsümünü. Sözsüz ki, fikir odur, istək odur. Misal üçün, bu dedektivdir. Hər hansı bir qəhrəmanlar barədə seriallar və filmlər dünya praktikasında var. Misal üçün, James Bond illərdir davam edir. Missiya mümkünsüzdür. Yəni, brendləşir də artıq. Bəli. Misal üçün, Agatha Christie'nin Hercule Poirot, David Suchet'in ifasında uşaqlığımızın, gəncliyimizin seriallarıdır, dedektiv. Təbii ki, istəyərdik. Çünki mən bir dəfə demişəm, yəni, biz bu dünyadan köçəndən sonra da prokurorluq orqanları olacaq və cinayətlər olacaq. Təbii. Bizdən qabaq da olub olacaq. Əlbəttə ki, bu layihəni davam eləməyi, gələcəkdə müstəntiqləri digər aktyorların, yaxud aktrisaların canlandırması mümkündür, qəbul olunandır və nəzərdə tutulandır. Belə bir fikir varmı ümumiyyətlə Azər bəy, həmin bu Əqrəb mövsümünü yaxın qonşu ölkələrə satışının? Biz bunun üzərində işləyirik. Sözsüz ki, Əqrəb mövsümünün prodüseri, baş prodüseri İctimai Televiziyadır. Sağ olsunlar, onların beynəlxalq əlaqələr şöbəsi bizdə fərdi olaraq kənardan çox ciddi şəkildə bu barədə çalışırıq. Çünki bizi layiqli təmsil eləyə biləcək bir layihədir. Orta Asiya ölkələri ilə marağımız oradır.
Birinci növbədə mən də hər zaman Danışıqlar deyirəm ki, gedir. Orta Söhbət Asiya, tək bəli. Əqrəb mövsümündən getmir. Serial baxımından serialları götürsək, misal üçün Vətəndaş A serialı planda var. Əqrəb mövsümü var. Sonra digər telekanalların çəkdiyi qısa, yaxşı seriallar var. Düzdür, onların indi müəlliflərinin hələ xəbəri yoxdur bu barədə. Biz sadəcə hələlik söhbət, tanışlıq prosesindəyik. Təbii ki, belə bir kanal açılanda mən təbii ki, bizim İctimai Birliyi adından, artıq təmsil etdiyim qurum adından bir həmkarlarıma müraciət edəcəm və yəqin ki, icazələrin halallıqlarını alıb Çox gözəl. o ölkələrə verə bilərik. Mən də hər zaman deyirəm ki, birinci növbədə bizim üçün belə deyək də daha uzağı düşünməkdənsə Orta Asiya ölkələrini düşünmək. Çünki mədəniyyət yaxın olanı ortaq və daha mədəniyyətdir. Hardasa dil nə qədər rus dilində anlarsaq da ortaq dildə indi müəyyən yəqin ki, bir ortaq türk dili də formalaşacaq, bilmirəm. Amma mədəniyyət əsas ortaqdır. Deyirəm. Ona görə və izləyici daha çoxdur. Məsələn, şimdi heç uzağa getməyin. Özbəkistan, Türkmənistan nə qədər görün auditoriya biz qazana bilərik bunlarla. İnşallah ki, və mən çox istəyərdim ki, bu şəhərdə kimsə yoxdur serialında. Mən o serialın adını, o serial bizim siyahımızdadır, Rüfət Şahbazovun serialıdır. Bəli, çox. Mən sadəcə dedim əvvəlcə adını çəkeyim, sonra dedim birdən Rüfət qayıdır. Deyir ki, mənim xəbərim yoxdur, mənim serialımı hara satırsan. Yəni mən çox istəyərdim. Bəli, bizim siyahımızda Vətəndaş adı. Vətəndaş adı, bəli. Son dövrlər görürsünüz. Deməli, bu şəhərdə kimsə yoxdur serialıdır. Hal-hazırda Emil Quliyevin yəqin bu ilin sonunda adını çəkə bilməyəcəyim. Mən orada yoxam, sənəri müəllifdə mən deyirəm, amma ona görə ad çəkmişsiniz. Çox möhtəşəm bir serialı çıxacaq. Bəli. Odur. Sizin xəbəriniz var. Bəli. Doğrudan çox gözəl serial. Mən ona belə deyək, redaktor gözü ilə baxdım, bu yaxınlarda bitirdim. Yəni Azərbaycanı çox gözəl bir serial gözləyir. Və digər məsələlər var. Hətta baxın, təəccüblənməyin, burada psixoloji yanaşmadan ölkə olaraq və şuuraltı maraqlandıracaq əminik deyərək, misal üçün Misirə çox istəyərdik. Xəzər televiziyasında hal-hazırda nümayiş etdirilən Şirin serialını satışını təşkil edək. Niyə Misirə, niyə Şirin serialını? Çünki baxın, bu obraz, Bakılı obrazı yaradıb Nicat Rəhimov, belə özündən razı məhlə uşağı falan. Məhz bu mövzular, məhz bu mövzular, bu yanaşma, bu hekayə Misirdə, Ərəb ölkələrinin arasında, sırf Misirdə tez-tez rastlaşan bir haldır və bu, belə deyək, problem mi deyim və ya bu yanaşma mı deyim, orada var. Misal üçün, onlara bu cür obrazlar maraqlı gələ bilər. Yəni, onların ənənəvi tamaşaçılarına da, yəni, xalqa belə. Anladım sizi. Bir də Molla Nəsrəddin kimi də belə düşünək ki, necə ki, Türkiyə deyil, bizimdir, biz deyirik bizimdir. Bu da bizim araşdırmalarımızın, yenə deyirəm, nəticəsidir. Biz Dubai Content Marketdə oldu, uzun-uzadı söhbətlər elədik. Misal üçün, Əqrəb mövsümü vətəndaşa və yaxud bu şəhərdə kimsə yoxdur, belə biraz maarifləndirici stilistika ilə gedəndə, misal üçün, digər ölkələrdə bizə bu maraqlı ola bilər. Misirdən olan prodüser ki, deyir ki, yox, bizə zarafatla şiddətin, ləhətini nə təklif edə biləriz? O, klassik teatr ənənələrində də var onların. Bəli, ola bilər. Bizim ixtisasımız Elnarə xanımla teatrşünas olduğu üçün biz onlara belə şeylər maraqlı. Siz də dediniz, mən müəyyən xatırladım, ola bilər. Nəyimiz var? Yaxşı, amma keyfiyyətli. Azdan çoxdan. Biz indi deyə bilmərik ki, biz super keyfiyyətli kontent ərsəyə gətiririk. Əqrəb mövsümü də o siyahıya daxildir. Amma iş gedir, proses gedir. Yüksək çıxarılası, vizual, texniki, aktyor baxımından. Nə varsa, mənim deyil, mən çəkilmişəm, çəkilməmişəm. Qətiyyən önəmli. Müəllif filmidir, festival filmidir və yaxud kommersiyaya köklənən, onun da fərqi yox. Nəyimiz varsa, sata biləriksə, hədiyyə edə biləriksə, müəllifləri və prodüserləri razıdırsa, mütləq gərək ölkədən çıxardaq.
Çox razıyam. Yalnız elə Çox biz razıyam bu fikirlə. özümüzlə bağlı maraq oyada bilərik. Çox razıyam bu fikirlə. Burada sizin prodüser mövqeyiniz də önə çıxır. Və mənim fikrimcə siz daha çox prodüsersiniz. Sizin birinci ixtisasınız, belə deyək, hətta biraz da belə dırnaq içərisində də olsa, belə deyim də, məsuliyyətiniz Azərbaycan kinosunda prodüser olaraq fəaliyyət göstərmək, PR menecer olaraq. Yəni sizdə bu vergidir, bəlkə də bunu istifadə etmək lazımdır. Çünki niyə görə eləyirik də, Səlih xanım, onu da hərdən anlamırlar da. Mənim həmkarlarım, misal üçün, biraz anlamırlar ki, yəni aktyor niyə görə bu işləri görsün. Onu da sizin platforma vasitəsilə başa salım. Mən yerim dardır. Mən onu genişləndirmək istəyirəm. İstəyir maddi baxımından, istəyir komfort baxımından, baxımlılıq baxımından. Yəni mən bir 50 kvadratda evdə yaşayıram da. Yəni bu kino sahəsini nəzərdə. Biz xaricə çıxsaq bu kvadratlara çox olacaq. Komfort olacaq. Komfort çox olacaq. İmkanlar genişlənəcək. Kontent çox olacaq, təklif çox olacaq, kino çox olacaq, serial çox olacaq. Ona görə mən həm də bu işlə məşğulam ki, biraz bazar deyəndə də xətirlərini deyirəm. Kino bazarıdır da. Burada niyə xətirədək ki, kino ən böyük biznesdir, ən böyük ideologiyadır. Sənayəm, o gün sevimli aktrisamız, mən çox istəyirəm onun dünyaları qədər, mənim çıxışıma rəy bildirib Xalidə Quliyeva deyir ki, kino, mən demişəm kino sənayedir, o da deyib kino sənət. Tamamilə doğrudur, düz deyil. Amma baxır kimin prizmasından baxırsan. Aktyor üçün kino sənətdir, təbii ki, başqa cür ola bilməz. Amma o vaxt Gün Keçdi filmini, misal üçün sənət əsərlərimizdən biri Arif Babayev filmini götürsək, Gün Keçdi niyə görə çəkilib, niyə görə ərsəyə gəlib, hamısı indiyənə kimi nostaljidə qalıb, deyir ki, yəqin İçəri şəhərin sökülməsinə görə, orada Leyla Xamışxilski, Həsən Məmmədovun, yox, onun arxasında böyük iş gelirdi ki, bunu Sovet ölkələrindən hansı şəhərlərdə göstəriləcək, nə qədər auditoriya olacaq, romantika, maraq Kaliningradda vardı, yoxdur, Tiflisdə vardı, yoxdur, Vladivostokda vardı, yoxdur. Biz onu sata biləcəyik, sata bilməyəcəyik. Axırı qərarı gələndən sonra ki, bəli, 116 kinoteatrımız var, 11 ölkəmiz var. Estoniyada da deyilsin, səhvlənməmişsə görsədə və Estoniyada maraq göstərdi. Sovet ölkələrdə Hə, buyurun. Arif müəllimə deyə bilərsiniz ki, getsin, çəksin. Onda başlayıb bunu çəkməkdir. Əgər Moskino o vaxtda indi bunu kim cavab deyilsə, buna sənaye kimi baxıb sonra sizə icazə verib ki, Gün Keçdini gəlib çəkəsiniz. Əslində çox az büdcəli bir filmdir. Sadəcə olaraq. Bəli. Yuxarılar üçün, yəni iqtisadiyyat üçün bu sənayedir bir mənalı olaraq. Bizim üçün sənət. İndi mən danışam ki, sənaye sözünü gətirəndə mən yəqin ki, prodüser kimi danışıram. Sənət sözünü gətirəndə də aktör kimi danışıram. Azər bəy, tanıtmaqdan danışmışkən, belə bir maraqlı fikriniz var. Fikir deməyək də, karyeranıza başlamamışdan öncə hətta dediyiniz bir söz var. Mənə çox maraqlıdır ki, bu istək hardan irəli gəlib? Yəni, bunun bir alt qatı varmı ki, hər 3 adamdan biri istəyirəm məni tanısın? Yəni, bunun alt qatı nədir? Bilirsiniz, o ifadə mənim ağlıma illər qabaq gəlib və bir növ onu öz sloqadıma çevrilmişəm. Əgər sən öləndən sonra yaşadığın ölkədə, şəhərdə və kənddə belə, qəsəbədə belə, ən azından hər 3-cü adam səni tanımayıbsa deməli, sən yaşamamısan, söhbət çəkməcədən də gedə bilər ki, təbii ki, söhbət bu aktyorluqdan getmir. Məncə bu prinsiplə yaşamaq lazımdır deyə düşünürəm və ona can atmaq lazımdır. Mən də çalışıram, onu edim. İşinin yaxşısı olmalısan və yaxşısı olmasına can atmalısan. Can atmaq lazım. Doğru fikirdir. Bəs aparıcılıq və aktyorluq, yəni niyə görə aparıcılığa da üst tutdunuz və yaxud bu təklif gəldi, imtina etmədiniz, cazib gəldi bu təklif sizə və ictimai kanalın səsisiz eyni vaxtda? Bəli, düzdür. Aparıcılıq sözün düzü özümlə bir bəhsə girdim. Özümü denəmək istədim ki, görəsən, yoxlamaq istədim ki, alınarmı məndə bu aparıcılıq? Bir növ test idi mənim üçün və teatrda da həmçinin, antreprizdə də oynamışam, bir tamaşa olsa da oynamışam. Onu da mən
Bəli. Görmüşdüm belə bir paylaşım. Bəli. Sonra baxmaq istədim. Rumiyə ilə deyəsən. Rumiyə, səhv Lyudmila etmirəmsə, Duxovnaya, Mahmud Duxovnaya, Məhrəmov. bəli. Bəli. Amma qısa oldu o. Belə 2-3 deməli ölkəyə getdik, təqdim elədik. Yenə deyirəm özümü bir yoxladım ki, alınar alınmaz. Və bu işin mətbəxi necədəcəm? Teatr bir mənalı olaraq mənlikdir. Çünki ora zərgər səbri tələb edən bir sənətdir. Həqiqətən də səbirli insanlardır teatrda olanlar. Fenomenal yaddaş tələb edən bir, həmçinin bir sənətdir. Mən səbirsiz insanam, təəssüflərimi deyim. Ona görə teatr antrepриз oynadım. Səhnənin necə deyirlər, tozunu utdum. Dediniz kifayətdir. Hə, hər şey anladım və dedim bu qədər bəsdir. Aparıcılıq da həmçinin mən başa düşdüm ki, aparıcı nədir, hansı stresi keçirsən, hansı məsuliyyətdir, qulaqla danışmaq nədir, hazırcalığım varmı, yoxmu? Onu da özümdə bir araşdırdım. Canlı yayımda. Canlı yayımda. Birbaşa canlı yayıma çıxmışsınız. Birbaşa canlı yayım. O da biz deməli elə dövrə düşdük ki, təsadüfən həm pandemiya dövrü, həm daha çox 44 günlük Vətən müharibəsi və bunlar bitəndən sonra davam etməyə nəsə həvəsim olmadı. Çünki ən pik dövrdə efirdə idik. Dedim ki, ara verim. Nə zamansa ola bilsin. Teatr barədə fikrim bir mənalıdır, amma veriliş aparmaq barədə yox. Çünki ola bilsin ki, elə bir layihə olsun ki, hansını ki, özümü aparmaq istəyim. Ki, ola bilsin, mən qayıdım. Hansı bir veriliş edeyim. Aparıcılıqla bağlı belə bir fikrinizə rast gəldim. Televiziya aparıcısı olmaq, ümumiyyətlə aktyorluqdan bir aparıcılığa keçid bildirmişdiniz ki, bir müsahibənizdə ki, aktyora yanaşma biraz qeyri-ciddi olur. Biraz özümü ictimai xadim kimi də çəkini qaldırmaq üçün. Bəli. Onun sübutu kimi. Bilmirəm sözbəsöz elə ifadə eləmişəm yoxsa yox, amma ümumi təxmini məğz olaraq ümumi məğz olaraq düz deyirsiniz. Amma səbəb aparıcılığa keçməyimin səbəbini indi anlattım. Səbəb o deyildi. Amma ümumiyyətlə aparıcılara olan münasibət geniş ictimaiyyətdə daha istidir, daha ciddidir, daha yaxındır deyə düşünürəm. Nəinki aktyorlara. Amma bu da illər fərqi etibarıyla. Baxın, 90'ların sonu, 2000'lerin əvvəli ta 2011-15-ci ilə kimi bu dövrdə mən hətta aktyor deyirdim, amma ən azından müşahidələrim var idi. Bizim sahə çox aşağı yox səviyyəsində idi. Demək olar ki, həmin dönəm çox kino sənayesi üçün çox durğun idi. Aktyorlar istər teatr, istər kino, yəni məcburiyyətdən təbii ki, istənilən işlərlə məşğul olurlar. Tamadalıqdan tutmuş, aparıcılığa kimi, taksi şoförlüyündən tutmuş, nə bilim, satıcılığa kimi. Hər şeylə məşğul idi. Çünki mən göz şahidi olmuşam. Mənim rəhmətli Telman Adgözəlov mənim rəhmətli anamın sinif yoldaşı olub. Bir sinifdə oxudu. Allah öyrənsin. Telman əmi bizim evə tez-tez gəlib gələrdi, qonaq gələrdi və ümumiyyətlə onu, mən uşaq idim, amma onun danışıqları mənim həmişə qulağımda olub ki, bəs vəziyyət odur, falan, beşməkan. Odur ki... Çox istedadlı aktyor olub, çox. İndi amma... Əksinədir məncə indi. İndi sosial şəbəkələrin, bu da hansısa bir kinomuzun və yaxud teatr tamaşamızın uğurlu olmasından deyil. Sosial şəbəkələr aktyorların gücünü geri qaytardı. Onlara, yenə də dediyim kimi, ictimai xadim statusunu geri qaytardı. Aktyor narazılığın səhər əvvəllər çayxanada bildirərdi, onu 4 nəfər çay içdiyi adamdan başqa heç kimi eşitməzdi. Amma indi istəyir yaşlı nəsil olsun, istəyir cavan olsun, istəyir tanınmış olsun, olmasın. Adamın adı aktordursa, nədənsə narazıdırsa, şükürlər olsun ki, o narazılıq predmeti əgər haqlıdırsa təbii ki, öz həllini tapır. Bir də bir nüans da var ki, indi misal üçün sosial şəbəkələrdə hansısa ümumiyyətlə ölkədə hansısa hadisə baş verəndə sevilən aktyorlar tərəfindən rəy də gözlənilir. Gözlənilir. Gözləyirlər ki, görüm
Bu nə deyəcək? Bununla bağlı fikri nədir görəsən? Paylaşım edəcəkmi, Yəni. ümumiyyətlə yanaşmasını bildirəcəkmi? Bu əslində özü bir yaxşıdır. Aktyorun ictimai xadim kimi yenidən geri qayıtması yaxşı bir Olmalıdır. şey. Çünki bu, yenə də deyirəm, bu camiyə bir sözünü deyə bilən, hansısa sosial məsələdə problem həll edə bilən bir gücə çevrilməlidir. Yox, vaxt idi ki, var idi. Ziyalılar deyildilər o vaxtı. Hərçənd bir ziyalı biraz ağır batman deyilmiş bir sözdür, amma yenə də bir kontingentdir də, bir sindikatdır mı deyim və bu prestiji geri qaytarmaq lazım. Ən azından geri qaytarmaq lazım. O vaxt lazım. misal üçün bəziləri sağdır, şükürlər olsun. Kinoklub var idi yadınızda, ASTV-də. Hacı İsmailov, nə bilim, Siyavuş Aslan Telman Gözəlov çəkilişdən savayı, yəni çəkiliş bitən kimi oturub bir 10-15 nəfər bir hansısa sosial yüklü bir məsələni həll edirdilər, müzakirə edirdilər və o vaxt kiminsə əlində telefon var idisə və o dərhal da həmin o kinoklubun masası arxasında həllini tapırdı. Bu çox gözəldir deyə düşünürəm və bu dövlətə də bir növ köməkdir. Və aktyora olan hörməti və aktyorun statusunu da qaldırır. Nə qaldırır? Təbii. Otello filmi necə oldu? Son dövrlərdə səs-küy salan və komediya janrında bizim də böyük zövqlə izlədiyimiz bir film oldu və fərqli bir obrazınız var orada. Mən Vətəndaş A serialından sonra aslında çox dostlarımı çoxdan tanırdım. Elvin Üstəmzadə, Asiman Ağaröşən. Amma Vətəndaş A-da əlbəttə ki, onların möhtəşəm performansı müəllif və rejissor olaraq və düşünün ki, Vətəndaş A-nın aktual olduğu dövründə ikisindən də belə bir təklif gəlir ki, biz komediya çəkmək istəyirik. Asiman yazıb, Elvin çəkiləcək. Bir mənalı olaraq onun nəsə maraqlı bir iş olduğuna şübhəm olmadı zərrə qədər də. Rol elə bil əyninizə biçilib orada. Ola bilər. Bilmirəm, açığı onu Asiman bilər. Onu mənim üçün yazmışdı, yoxsa çoxdan yazmışdı, mən oynadım, onu dəqiq bilmirəm. Amma bir mənalı olaraq bildim ki, bir yaxşı bir iş olacaq. Kommersiya uğrunun belə ümumi respublika uğru olmasını kinoteatrda aydındır ki, biraz belə 50-50-yə idi. Amma mən nəyəsə görə əminəm ki, o televiziya həyatını yaşayanda o film. Bir ildən bir, nə bilim, ildə 2 dəfə bizim indi baxdığımız 90'ların sevimli filmlər var. Onlardan birinə çevriləcək deyə düşünürəm. Mütləq çevriləcək. Və orada psixoloqu canlandırırsınız. Bəli. Ümumiyyətlə, Azər Aydəmirin həyatında elə bir dönəm olubmu ki, özü psixoloqa müraciət etsin? Varmı elə bir təcrübəniz ümumiyyətlə ki, psixoloqa getmisiniz? Yox, psixoloqa müraciət eləməmişəm. Niyə? Çünki mən əgər bir də dünyaya gəlsəydim, aktyor olmasaydım, mən mütləq psixoloq olardım. Məni bu peşə, məni çox hörmət bəslədiyim, istəyanaşdığım və çox maraq göstərdiyim bir peşələrdən biridir. Və ona görə təxmini psixoloq maksimum oxşadmağa çalışdım da psixoloq necə ola bilər. Ümumiyyətlə, rol seçimlərinə necə edirsiniz Azərbaycan gələn təklifləri? Yəni, nəzərə alsaq ki, Azərbaycan reallığında çox təkliflər də olmur, amma yəni gələn təkliflər nəyə əsasən dəyərləndirilir sizin tərəfinizdən? Baxır hansı periodda. Misal üçün, son 2-3 ilin dəyərləndirməsinə baxsaq, yenə də mən bayaq dedim, bir də deyim ki, mən təxmin edirəm ki, layihə baxımlı ya baxımlı olmayacaq. İlk növbədə bu prinsipdir. Bəli. Yəni, kimsə, misal üçün, bir layihə çəkə bilər, misal üçün, film çəkə bilər, haçansa Saray qəsəbəsində bir çəkməci olub, yaxşı kişi olub, kasıblara kömək eləyib, bir növ sizə oxşayıb Azər bəy, yəni xarici görünüş olaraq, onun həyatı barədə bir şey çəkmək istəyir. İstəyir siz oynayasınız. Yox, artıq bu təkliflərə yoxam. İstəyir onu San festivalına aparsın, istəyir onu Venesiya festivalına aparsın. Amma əvvəllər razılaşardım, çünki mən filmoqrafiyamı daha müxtəlif filmlərin olmasını istəyərdim. İndi ilk növbədə bu baxılacaqmı, müzakirə olunacaqmı?
Lap pislənsə belə, pislənəcəyimi, yəni ortada bir müzakirə varsa, orada çəkilərəm. Senari sözsüz ki, xoşuma gəlməlidir və təbii ki, bunun maddi tərəfi də çox önəmlidir. Düzdür, maddi tərəfindən bilirsiniz, bizdə bir böyük məbləğlərdən təəssüflər olsun ki, söhbət gedir. Hələlik deyək də, hələlik. Azərbaycan reallığı üçün bahalı aktyorsunuz Azərbaycan. Nəyi son 2 ildə Azərbaycan real aktyor qonorar bazarından heç məlumatım yoxdur. Belə deyim də, ucuz deyiləm. Ucuz deyiləm. Amma bir film görə bilərəm ki, o filmin gələcəyi baxımından heç rejissoru ilə o filmi yazan belə onu görməsə, mən görə bilərəm nəsə orada və orada pulsuz çəkilə bilər. Hətta elə. Ki, bilirəm ki, o mənə nəyəsə görə layihə lazımdır. tutacaq, uğur gətirəcək. Nəyəsə görə lazımdır. Azər bəy, bir də bayaq da qeyd elədim. Mən diqqətimi çəkdi. Deməli, Otello'nun premyerasında həmin o obrazın davamını PR-a çevirdiniz və səhnəyə o xalatda çıxdınız. Yəni yeni dəb gətirdiniz də belə deyim. Bax, bu tərəflər öncədən planlaşdırılır, yoxsa orada qərar verirsiniz? Yəni necə olur? Yox, bu öncədən planlaşdırılır. Bilirsiniz, bizim media, mən də onlar başa düşdüm, klik sayı işləyən mediadır da, yəni bunların maaşı, qonorarları ondan çıxır və hype, nədənsə bir hype tutmaq lazımdır. Və hype tutulmayanda hərdən media nümayəndələrin üstünə düşürlər ki, mən belə sənət əsəri çəkdim, yazmadınız, mən getdim Yekaterinburqda kimisə təmsil elədim, ölkəmi təmsil elədim, yazmadınız. Mediada bilmir nə cavab versin bu insanlara. Ona görə müxtəlif hype'lərdən istifadə etmək lazımdır. Mövzu verirsiniz də onlara. Hə, belə bacardığımı mən edirəm, o mənə kömək eləyir nə də. Niyə mən bunu edirəm? Mən bu sənətə gəlməmişdən qabaq PR və marketinq mütəxəssisi idim. İşlədiyim şirkətlərdə. Özəl şirkətlərdə. Yəni bu təcrübəniz var. İndi biraz PR marketinq mütəxəssisi deməyə çətinlik çəkirəm. Çünki bizim vaxt sosial şəbəkələr yox idi. Biz orada PR marketinq mütəxəssisliyimiz maksimum jurnal səhifəsi ilə, billboardla, avtobus üzərində bir şəkillə kifayətlənirdi və yaxud maraqlı bir məqalə ilə, küçədə yeriyən maskotla. Bu yəni 5-6 atributumuz vardı. İndi təbii ki, bu sənət daha gəlizdir. Və bu cür maraqlı təqdimatı sadəcə təqdimat adına etmək lazım deyil. Bugün, bilmirəm, bu haçan yayımlanacaq artıq. Bəlkə də filminin təqdimatı oldu və orada 2 zalda fərqli şou bir təqdimat mı? Zaman maşını düşünüldü. Zaman maşının içərisində aktyorlar çıxdı. Aktyorlar sonra zaman maşınından səhnəyə keçid etdi. Belə bir maraqlı performanslar təbii ki, etmək lazım. Onu əslində biz eləməli deyilik. Onu kino istehsalçıları istəyir dövlət hesabına çəkən, istəyir arkanın hesabına çəkən, istəyir özəl çəkən. Büdcə ayrılmalıdır. Misal üçün 3 manat, 5 manat artıq. O 3 manat artıq ssenari yazılandan hesablanmalıdır. O 3 manat, 5 manat bunu aktyorlar eləməlidir. O ayrılmalıdır. Ən iri holdinglərimizdə çalışan PR marketing kəllələr var. Banklarımızda çalışan. Yəqin kiminsə tanışı var da, sizdə də cavan qızlar olanlar olur, belə kreativ olan. Onlara outsource olaraq pul verilməlidir. Deməli, əzizim, sən o boyda bankdan çıxıb gələsi deyilsən ki, bu məbləği mənim premyeram olacaq. Filmimdə deməli, əsas atributlar nədir? Xalatdır, siqardır, tutaq ki, qılıncdır, bıçaqdır, 2 dənə gözəl xanımdır, zəhərdir, ölümdür. Bunu rəhbər götürərək, bu da mənim plakatımdır və yaxud plakatı onlar eləməlidirlər əslində. Premyera günümdə filan tarixdədir. Bu da mənim büdcəmdir. Verirəm hamısını sən. Fikirləş gör nə edirsən. O artıq, o oturacaq özü, nə bilim, avtobuslardan girəcək, nə bilim, velosipedlərə, oradan maskotlardan girəcək, nə bilim, dənizin üzərində proyeksiya edəcək. Nə edəcəksə. Sən işini təqdim eləməlisən. İşin yaxşıdırsa baxılacaqsa, sonra ağlamalı deyirsən ki, mən elədim, heç kim gəlmədi. Çünki bizim insanların, televiziya insanların evinə girir də, bilirsiniz.
Çoxdan belə bir anlayış var. Telefonlar isə insanların ağzına gedir. Ona görə sən əgər bir məhsulu təqdim etməlisən, onların evinə kimi, ağzına kimi çatdırmalısan, gözünə kimi çatdırmalısan. Bu imkanlar var ikən artıq Bəli, sosial ona şəbəkə. minnət etmək lazım. Biz yenə deyirəm, bizdə də o praktika hələm yoxdur. Biz hələlik improvizə ilə hansısa bir Siz bunlara çox gözəl cəhdlər göstərirsiniz. Bu mənim diqqətimi çəkdi. Mən ona görə deyirəm ki, yəni alınır. Demək ki, etmək lazımdır. çalışırıq. Çox Azər bəy, gözəl. elə bir layihəniz olubmu ümumiyyətlə indiyə qədərki karyeranızdakı olmusunuz orada? Müəyyən bir dönəm belə deyək də filmoqrafiyanızı zənginləşdirmək xatirinə Aha. nəsə. Amma sonradan orada olduğunuza peşman olmusunuzmu? Elə bir şey olubmu ümumiyyətlə? Olub. Var. Elə filmlər var, amma o filmlər olmasaydı da bəlkə indi burada oturmazdım deyə düşünürəm. Harada ki, mənim şəxsən aktyor olaraq zəif performansım var. Başlanğıc. Onu çəkən rejissorun performansı zəifdir. Hekayə zəifdir. Amma onlar var, filmoqrafiyada durur. Hərdən onların izləyirəm televiziyada göstərirlər. Və yaxud da hansısa bir... O mən deyiləm. 3 illiyi, 5 illiyi, 10 illiyi olur. Belə gözümün qıyaraq baxıram. Özünüzü izləyirsiniz ümumiyyətlə? Sevmirəm. Yox. Yox. İnanın mənə Əqrəb mövsümü 1-i misal üçün, birinci mövsüm yayınlanmamışdan öncə 2022-ci ilin sonunda redaktor kimi izləmişəm ki, redaktor kimi də yox. Yəni ssenari müəllifi kimi ki, hər şey qaydasında düzdürmü? Heç efirdə belə izləməmişəm. Bilmirəm, nəsə ona görə yox ki, nəsə belə insanın ruhu biraz şey olur, biraz adam kədərlənir mi deyim? Maraqlı yanaşmalı. Artıq oynamışam. Artıq oynamışam. İlla ki biraz da öz Allah eləməsin bir yarım il cavan da görürsənəz orada. Ümumiyyətlə adam da elə olur. Ona görə baxmamaq yaxşı. Ruh yaşınız neçədir? Ruh yaşım mənə elə gəlir ki, haradasa 25-24. Yaxşıdır da, o ruh yaşı ilə baxırsınız. Hərdən isə 60-65. Baxır ki, mən indi həyatımın hansı temporitmindəyəm, mərhələsindəyəm. Misal üçün, biz indi müsahibə veririk, kino haqqında danışırıq. Fikrimi çatdırmaq istəyirəm auditoriyaya. İndi ola bilər hardasa 60-65 yaşlı ruhum var. Amma misal üçün, biz əgər qutarsın çəkiliş, misal üçün, getsək hamımız bərabər bir yerdə yemək yesək, mən elə ki, olacam 20-25 misal üçün. Havadan, sudan danışarıq. Bəs həyat fəlsəfəniz necə? Sabit bir həyat fəlsəfəniz varmı? Təcrübədən, həyatın keçməkəşindən sonra gəldiyiniz hansı bir nöqtədir və belə deyim də, həyatınızın o keçid dönəmləri sizin üçün hansı mərhələləri idi? Biraz ümumi sual verdim. Ümumi sualda mən çalışacağım, ona qısa verim o cavabı. Əslində bizi izləyənlər, bilənlər biləcək o fəlsəfəni. Aha. Axına qarşı getmək olmaz. Bu mənim üçün artıq bir mənalı olaraq nidadır. Dənəmişəm, çünki fiziki olaraq, fizika baxımından axın yuxarıdan aşağıdırsa, ona qarşı getmirəm. Amma getmək cəhdlərim də olub, boğulmuşam da, əlim də yanıb, qolum da yanıb, dava da eləmişəm. Amma mənim ən sevimli seriallarımdan və filmlərimdən biri var. Bəlkə siz baxmısınız, adı Fargo'dur. Fargo 96-cı ildə çəkilib filmi, 2013-cü ildə də serialı çəkilib. O serial bir fəlsəfə üzərində qurulub. O fəlsəfəni də bir posterə çeviriblər. Posterə də filmdə vurublar soyuducunun üstünə və hərdən rejissor onu göstərir. Deməli, orada balıqlardır, balaca balıqlar. Bəlkə o şəkli görmüşsünüz, tez-tez fəlsəfə verir. Hamısı bir yana üzür. İstiqaməti və ortada bir sarı balıq da hansı ki, əksinə üzür. Bax, mənim həyat fəlsəfəm budur deyə düşünürəm. O sarı balığa çevrilmək məcburiyyətindəyəm. Əks istiqamətə gedə bilərəm, gedirəm də hərdən. Amma axına qarşı getmirəm də. Axına qarşı getmək
Ağılsızlıqdır. Yəni. Ağılsızlıqdır. Bu bir növdə riskli böyük. Bu inqilabçılıqdır. Bu anarxiyadır. Orada da sənin qalib gəlmək şansın %1-dir. Mən o qədər axmaq deyirəm, özümü çox sevirəm. Ona görə yaxşısı fərqli düşünməkdir. Bu qədər. Biraz hissəsi qaldı sualımın bir hissəsi. O keçid mərhələləri həyatınızda sizə nə öyrətdi, belə deyək, hansı dönəmləri hesab edirsiniz? İşlə də bağlı ola bilər, şəxsi həyatla da bağlı ola bilər. Bu bir məna. Yəni bunun indiki təcrübənizlə, indiki yaşanmış, yəni bu təcrübə ilə fərqindəsinizmi? Bəli, təbii ki. Təbii ki. Mən yəni demirəm bu kino sahəsinə gələndən sonra yox, kino sahəsinə gələndə də xeyli axmaqlıqlarım olub, səhvlərim olub. Bu hardasa 2016-cı il idi. 2016-2017-ci illər idi. Bu Məryəm serialına başlama dövrüm idi. Filmoqrafiyamda artıq bir 8-ə yaxın, 10-a yaxın bir bədii film də var idi. Və tamamilə ağ vərəqdən özümü, xasiyyətimi, tərzimi, danışığımı, vərdişlərimi, ətrafımı, nəqliyyatımı, saç düzünmə kimi, çəkimi, hər şeyimi dəyişdim. Düzdür, bir dəfəyə bu mümkündür. Cəhdlər olub, xüsusilə vərdiş insanın, misal üçün, səhər durmamaq, oyanmamaq vərdişi varsa və yaxud əksinə erkən oyanmaq vərdişi, ondan çıxmaq biraz çətin olur. Çox çətin olur. Bəli. Ona görə yavaş-yavaş, qısa müddətdə tamamilə sakitləşdim. Özünüzü tənzimləməyi öyrəndim. Mümkündür başlayır. Söz, xüsusilə bizim sənətdə. Çox yaxşı bilərsiniz. Bizim camiədə. Anlayıram, çox anlayıram. Sizi çox gözəl anlayıram. Məncə sizi bura bu gətirib. Ola bilər. Burada Rusda çox, məsəl üçün, anlamayanlar üçün gözəl bir qədim Slavyan ifadəsi var. Səhv eləmirəmsə, o İncilə daxil olub olmayıb bilmirəm. Malçenya zoludur. Susmaq qızıl. Çox gözəl. İnanın, bir tomluq kitabın əvəzini verən bir cümlədir, bir sözdür. Susmaq qızıldır prinsipi. Balans, səbir. Səbirli olmaq, balansı qorumaq. Bu prinsiplərdən... Balanslı həyat. Balansı qorumaq demişkən, Azər bəy, ailəniz necə? Dəstək olurmu? Yoldaşınız qısqanırmı siz ümumiyyətlə? Göz önündə olan adam kimi. Çox çətin suallar. Yox, mənim yoldaşım çox müdrik adamdır. Bəlkə də qısqanıb, mən onu heç vaxt hiss eləməmişəm. Amma çox güman ki, qısqanıb olub və o əlbəttə ki, mən artıq kifayət qədər deməyim, amma yetərincə belə deyim, populyar idim biz artıq evlənəndə, ailə quranda. Ailə ilə balansı saxlayıram, bəli. Mən əslində 9-6 işləyən insanlara biraz həsəd aparıram onlara. Halaldır o insanlara. Çünki düşünün 9-6 işləyən adamlar həftənin 6 günü, 5 günü, xüsusilə balaca uşaq olan evdə. Ya sən onu yatmış görürsən, səhər, axşam, yəni düşün. Mən o baxımından xoşbəxt atayım deyə düşünürəm ki, yəni daimi işim olmadığına görə belə dalğavari Uşağınızın hər dönəmində olmuşam. Hər dönəmində olmuşam və onlara diqqət, ailəyə diqqət və işə diqqət arasında balansı saxlamağa çalışıram. Çox çətindir təbii ki. İndiki iş çoxaldıqca periodlar olur, çəkilişlər və yaxud nəsə yazıram. Xüsusilə veriliş dövrü çətin idi, amma indi vaxt göstərəcək də nə qədər uzun. Mən düşünürəm, kişilərə bu daha asandır, qadınlarda çətindir. Sadəcə həyat yoldaşınız sizi çox gözəl dəstəkləyir və anlayır, halaldır. Çox çətindir. Yaradıcı insanın həyat yoldaşı olmaq çox çətindir. Azər bəy, bir dəfə sizin haqqınızda bir kino tənqidçisi kimi yox, daha çox rəy olaraq belə bir fikir paylaşmışdılar ki, yerli filmimizdə harda polis var, orada mütləq Azər Aydəmir var. Bəli. Yəqin ki, haqlıydı onu deyən adam. Çünki bir ara çox oldu ki, paqonlu obrazlar oynadım. Bax, orada balansı unutmuşdum. O balansı həmişə saxlamaq olma, hərdən unudursan.
Misal üçün Davamlı eyni tipli rollar. yəni orada görünür ki, biraz diqqətimdən qaçdı. Mən də yenə deyirəm, öyrənirəm hələlik. O dediyim prinsiplər var idi, o fəlsəfə ilə bağlı. Deyim ki, onu tətbiq edirəm. %100 də qalibəm. Yox, həmişə öyrənirəm hər zaman. Özüm üçün Təbii yeni insan şey nə qədər açıram. var, o qədər öyrənir. Görünür bir ara çox idi. Onu da indi mənim yeganə indi rütbəli və paqonlu Əqrəb rolum mövsümü. Əqrəb mövsümüdür. Yəqin ki, bundan sonra uzun bir müddət olmaz. Məncə Əlixan Rəcəbovun ilə olan işbirliklərinizdə belə deyək də fərqli rollar daha çox orada mən Alatavada izləmişəm sizi və həmin o molla obrazında çox koloritli bir roldür. Yəni tək vaqonlu rollar ifa etmirsiniz məncə. Yəni Əlixanla rahatlığım odur ki, Əlixan həmişə mənə nəsə təklif eləyəndə ssenarini göndərir, deyir seç obrazı. Bəyənmirsənsə, ssenarini bəyənmirsənsə, varsansa layihədə, onda obraz deyilən oraya var. Əlavə. Aha, hətta elə. Çox rahat belə münasibət. Ona görə orada özümü daha onun filmlərində necə deyim, daha çox ifadə edə bilirəm. Aktyor oyunlarının müxtəlif eksperimentlərinə girə bilirəm. Elə obrazlarda özümü yoxlayıram ki, hansı ki, hal-hazırda heç bir rejissor Azərbaycanda nə qədər ki məni sevsə, nə qədər ki mənə hörmət eləsə belə risk edib o obrazı mənə verməz. Misal üçün, konduktor obrazı da bir ara yadınızdadır, çox populyar idi ki, avtobus sürücüsünün yanında konduktor var. Mən misal üçün istəyirəm konduktor obrazını oynayım. Deyəcək ki, sən boyunla sən konduktoru necə oynayın? Tragikomik bir rol. Amma mən denəmək istəyərdim. Yazın, bu cür eksperimentləri sevirəm. Bax, Alatavadakı rolü də özünüz seçmisiniz, onda belə anladım. Bəli. Var idi ssenaridə, sadəcə siz o rolü seçmisiniz. Alatavada 3 rol təklif olundu mənə. Biri Ramil Məmmədovun çəkildiyi obraz. Biri bu obraz idi. Amma obrazlar artıq hazır idi. Obrazdan kənara çıxmaq olmazdı. Biri də unuttum, orada vacib obrazlardan biri idi. Orada təklif olundu ki, bu üçündən birini kimi istəyərsən. Orada mesela bir daha belə bir müdürün sağ əli maraqlı gəldi. Soyuq belə xarizması olan bir obrazda. Bəs Molla necə oldu? Mollana da həmçinin orada başqa obraz təklif olunmuşdu. Mən dedim ki, mən Mollanı oynamaq istəyirəm. Xanım deyir ki, Mollanın bir başqa aktör var, o oynayacaq. Xanım Mollan deyirəm, gəl dəniyək. Baxaq. Nəticədə o aktör keçdi, yerdəyişmə oldu. Onda böyük oldu. Mən Mollanı oynadım. Əslində elə Molla var. Onu da müşahidə eləmişsiniz də, yəqin ki, nəsə tapıntıdır çünki o. Onun da adı düzdür, indi mollalıqla məşğul olunmur, amma var. Əlvida Şmitə görə 20 kiloqram arıqlamısınız. Yəni. Ya o rolda sizə nə cəlb elədi ki, bu qədər istək yarandı ki, yox, mən mütləq arıqlayıb o rola çəkilməliyəm. Əlvida Şmit rolunda məni kastinq çox diqqətimi çəkdi, yəni sevindirdi. Mən əvvəlcədən bildim ki, orada Rasim Balayev var. Mənim də çəkim qane eləmirdi. Əlisatlarla danışanda dedim ki, bax, elə mənə də arıqlamağa stimul lazım idi. Mənə çəkirsənsə məni, o zaman mən də başlayayım arıqlamağa və belə əl sıxışdım. Və bir senari də çox gözəldir. Mən ümumiyyətlə Rüstəm Babazadənin yazdığı senariləri çox sevirəm. Azər bəy, bu yaxın günlərdə Kino Sənayesi Fondu İctimai Birliyinin sədr müavini kimi müəyyən təklifləriniz oldu ki, kino studiyanın 30%-nin pilot layihə ilə bərpası və orada müəyyən də təkliflər oldu. Hal-hazırda proses necə gedir ümumiyyətlə orada? Yəni o təkliflər dəyərləndirilirmi? İş gedirmi onların üzərində artıq? Bəli, işlər gedir. Pilot layihə olaraq Cəfər Cabbarlı'nın kino studiyanın bir korpusunun yenə də heç nəyə dəymədən mədəni irsinə, arxitekturasına, içəridəki bölgülərinə dəymədən, amma yüksək texnoloji və yüksək keyfiyyətlə təmir olunması və funksionallığının da plaza funksionallığına, yəni biznes mərkəzi funksionallığına keçirməsi təklif olunur və orada
kino sahəsində işləyən tək fərdlər, şirkətlər, dublyaj studiyaları, kastinqlar, xroma-key studiyaları və yaxud kirayə avadanlıq verənlər önəmli deyil. Orada yerləşməsini, kirayə yer götürməsini və oranın bir növ canlandırmasıdır məqsədimiz. Və hal-hazırda təklif irəli sürüldü. Ümumilikdə təklif isti qarşılandı, müsbət qarşılandı, yaxşı qarşılandı. Bir-iki istisna suallar təbii ki var idi və böyük narazılıq yox idi ümumilikdə. Və hal-hazırda Mədəniyyət Nazirliyinin bu təklifi dəyərləndirilməsi prosesidir. Mədəniyyət Nazirliyi müsbət rəy verdikdən sonra artıq azad investorların, ki, Azərbaycan mədəniyyətində alay-dolay yolda iştirak etmək istəyən şirkətlərin ora qatqısı lazımdır ki, bu təmir prosesində iştirak etsin. Nazirlik də razılığını bildirsə təbii ki, onlara qarant yansın. Və biz tərəfdən də, ictimai birlik tərəfdən də dostlarımız, həmkarlarımız, orada oturmaq istəyən, orada ofis sahibi olmaq istəyən insanların mənə, bizə dəstəyi lazım. Həvəsləndirsin Mədəniyyət Nazirliyini ki, siz əgər həqiqətən də planda olduğu kimi belə bir gözəl şərait etsəz, qiymətləri kosmik olmasa, standart biznes mərkəzlərindən aşağı olsa və bəzi insan və qurumlara hətta ilkin mərhələlərdə subsidiyalaşma, isinmə kimi bir maraqlandırıcı faktorlar olsa, biz sizinləyik, tikin gələk oturaq ki, garantiyası olsa, ki, şükürlər olsun ki, var. Demək olar ki, 99.9% özəl sahənin productionları artıq orada oturmaq istəyirlər, artıq mərtəbə də seçirlər. Düzdür, balaca yerdir, yəni yenə də bütün qalan Azərbaycan filmin böyük ərazisidir, bizdə balaca yer. Yəni oradan başlayıb məncə davam edəcəksiniz. Ondan sonra təbii ki, Azərbaycan filmin xeyir-duası da var əlbəttə ki, bu korpus. Azərbaycan film bizimlə artıq birləşəndən sonra, istəyəndən sonra ki, gəlin bizim də əsas korpus binanı bu cür təmir elətdirmək. Onda yavaş-yavaş əl-ələ verib dostcasına davam edərdik təbii ki. Belə bir utopiya var. Yox, utopiya yox, ola biləcək bir layihədir deyə düşünürəm. Məncə çox da gözəl olar. Çünki istifadəsiz və yararsız halda qalmaqdansa. Təbii ki, nəsə eləmək lazım. Mən elə gəlir etiraz edənlər sadəcə ondan ehtiyat edirlər və qorxurlar ki, dövlətin balansından çıxa bilər, özəlləşə bilər. Yəni tam belə deyə də özəlləşməyə doğru. Heç bir dövlət obyekti mövcud konstitusiya və qanunvericiliyə görə özəlləşə bilməz. Əssalam, bu dövr bitdi. Gələcəkdə 10 il, 20 il, 50 ildən sonra bəlkə qanun dəyişə bilər, onu deyə bilmərəm. Azər bəy, bax, aktyor, senarist, prodüser, mən dedim ki, çox gözəl PR menecersiz, rejissorluğu yoxlamısınız? Onu da yoxlamışam. Mənim bir qısa metrajlı filmim var, onun adı O Cafe Stories'lərdir. O Cafe Stories'lər. Deyirəm, mənim kim üçün YouTube'da var. Mən var, YouTube'da axtaram. Senarisi də özümündür. Bir 10 dəqiqəlik eksperimental bir şey çəkdim. Yenilirəm özümü yoxlamaq. Və mən başa düşdüm ki, rejissorluq da eynən teatr xadimi kimi zərgər səbrini tələb edən bir şey. Orada sən hər şey nəzarətdə. Aktyor nədir? Aktyor misal üçün kinoda rolunu oynadı, işığı hələlik dəyişənə kimi məşq elədi növbəti səhifəni. Rahat çıxıb rəy istədi ki, mən telefondan danışa bilər ki, mənsə deyib gülə bilər, rejissorun elə avantajı yox. Rejissor prosesin içindədir, növbəti kadrı, işığı, nə bilim, abu-havanı, keyfi, hər şeyi nəzarətdə saxlamalı olan bir şeydir. Buna deyə bilmərəm ki, mənalı olaraq yox. Amma yaxın perspektivdə yox.
Təşəkkür edirik Azərbaycan. Dəyərli vaxtınızı ayırdınız. Sizinlə həm söhbət olmaq çox xoş oldu. Sizi yaxından tanımaq çox xoş oldu. Ekrandan izləmək, fəaliyyətlərinizi izləmək bir başqa zövq vericidir. Yaradıcılıq uğurlarınızın Təşəkkür. bol olmasını, adınızın daha da zirvələrdə olmasını arzu edirik. İnşallah ki, çox uğurlu layihələrdən sorağınız gəlsin. Bu bizim dəstəkçimiz Fincan mağazasından sizə kiçik bir hədiyyədir. Diqqət əlamət olaraq Çox qəbul edin. təşəkkür edirəm. Təşəkkür edirəm. Azər bəy, bizim sizə daha bir hədiyyəmiz var. Bizim sponsorumuz Ərsaq şirkətindən, Ərsaq şirkətinin Sumqayıt filialının rəhbəri Sevinç xanım sizə bu hədiyyələri göndərib. Təşəkkür Gülə-gülə edirəm. Çox istifadə edin. Ünvanına çatdıram. Çox sağ olun. Mən isə istəyərdim ki, yeni bir layihə ilə yenə nə vaxtsa bizim qonağımız olasınız. Çünki maraqlı İnşallah. söhbət oldu. Tamam. Ardı gəlsin deyirəm. Olar. İnşallah. Məkana görə Nizami Kino Mərkəzinə təşəkkür edirik. Növbəti görüşlərə dək sağ olun. Sağ olun. Görüşənə dək hələlik.